Deməli, uşaqlar məktəbin açılmasına bir neçə gün qalıb. Biz tam üstümüzdəki sinifdən aşağı düşmüşük və bütün əşyalarımızı bura keçirmişik. İndi sinifə baxmağa gəlmişik. Əsma. Bəli. Sinifi düzəldirik deyə bizə fonlu xidmət burada. Buradan listing açacağım, onu işləyəcəm. Listen to the passage. Answer the question. Exploring under the sea is really interesting. The ocean has a world of amazing, such as Aquatoria. Scientists also study the ocean to learn more about the creatures in the ocean around the world. Under the water, we can see coral reefs, fish, fauna. Gördüyünüz kadrlarda isə sabahın coğrafiya dərsini hazırlayıram. Dərsimiz coğrafiyanın ilk mövzusu olan coğrafiya elmi və onun sahələridir. Dünyadan isə dünyanın müasir siyasi xəritəsidir. Bu gördüyünüz dəftər mənim coğrafiyadan yeni qeyd dəftərimdir. Mövzunun video izahına baxarkən qeyd götürdükdən sonra mövzunu oxuyacağam. Bugün həm də coğrafiya müəllimimizin ad günü idi. Dərsdən öncə onun üçün aldığımız hədiyyəni götürməyə getdik. Tortu aldıq, sən hədiyyəni də aldıq. Gedirik indi bunları içəri salmalıyıq. Hiss elətdirmədən salmalıyıq. İndi özümüzü bir arkadaş axtaracağıq. Bizə kömək eləsin. Bunları içəri. Onda 5 bir yana gəlirəm. Yazıram 52 tam, onda 5 dərəcə şərq uzunluğu. Sonu tapmaq üçün isə bu yana üstünə gəlirəm. Yazıram 67 tam, onda 5. Azərbaycan dilindən ən sevmədiyim bölməni yazıram, orfoqrafiya. Buradan bir-bir sözləri oxuyuram, hamısının lüğətdə yazılışına baxıram, daha sonra qeyd çıxarıram. Yəni, əgər imtahanda Azərbaycan dilindən səhv eləsəm, orfoqrafiyanı səhv eləyəcəm. Növbəti gün Elvin müəllimin keçmiş tələbələrindən olan Leyla Əhmədzadə ilə görüşə gəldik. O, hal-hazırda Ada Universitetində iqtisadiyyat təhsili alır və riyaziyyat üzrə gümüş medalçıdır. Bizə həqiqətən çox gözəl tövsiyələr verdi və görüşümüz çox maraqlı alındı. Evə gəldikdən sonra riyaziyyatdan silsilə bölməsinin video izahına baxıb testlərini işləməyə başladım. Növbəti gün məktəbimizin göndərdiyi müsahibədə iştirak etmək üçün 18 nömrəli məktəbə getdik. 11-ci siniflər axtarılır. 11-lər ayrı düzdür, 10-lar ayrı düzdür. Deyəsən şəxsiyyət vəsiqəsi istəyirlər, biz şəxsiyyət vəsiqəsi götürməmişik. Vəsiqəsi götürən yoxdur hələ ki. Deyəsən buraxmayacaq. Müsahibə mərhələsi bizim üçün çox maraqlı keçdi. Əvvəlcə özümüz haqqında doldurmalı olduğumuz bir blank gətirdilər. Blankda bizdən hobbilərimiz, maraqlarımız, indiyə qədər iştirak etdiyimiz olimpiadalar, müsabiqələr və sair soruşulurdu. Daha sonra isə 50 sualdan ibarət imtahan vərəqini verdilər və imtahanda demək olar ki, bütün fənlərdən suallar var idi. Gördüyünüz bu kadrlarda məktəbdəyəm və riyaziyyatdan test toplusuna olan tapşırıqlarımı yazıram. Hara gedir?
Dərsdən sonra Azərbaycan dili hazırlığım var idi və gördüyünüz kadrlarda mətn işləyirəm. Coğrafiyadan sabahki dərsimiz saat quşağıdır. Mənim coğrafiya məsələləri arasında ən sevdiyim bölmə saat quşağı ola bilər. Çünki bu bölmənin sualları həm çox maraqlıdır, həm də bəziləri çox düşündürücüdür. Buna görə də xoşuma gəlir. Gördüyünüz kadrlarda video izahı izlədikdən sonra saat quşağına aid olan məsələləri işləməyə başlayıram.